hak işidir ve biz zafer çalacağız. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Qürurumsan, namusumsan, vicdanımsan, Xəzərin üzərində dalğalanan bayrağımsan. Üç renkli çağırış qəlbimə bürünmüsən, neçə qələbəylə zəfər yolunda yüksəlmisən. Bizim bayramımız idi. Bayramımızın adı Zafer Bayramı. Zafer Bayramımızın bir mənası var. Bizim torpaqlarımız Ermənilər Erməni tərəfindən mənimsənilmiş, yəni bizim öz torpaqlarımızı neyləmişlər? Özlərinə götürmüşlər. Bizim əsərlərimiz isə getdi bizim torpaqlarımızı, öz torpaqlarımızı onların əlinə aldı. Həmin torpaqların düşməndən alınan günü bizim Zafer günümüz adlandı. Nasıl gün adlandı? Zafer günü, Zafer Bayramı. Həmin günündə simvolu olaraq karı bülbülü zəfərin simvolu adlandırılır. Arkadaşlar burada karı bülbülü, burada da rəngli olur. Bir tarafında bağlı həmin o karı bülbülləri rəngli. Bizə başlayalım. Məni yaşadan